Bu gördüyünüz ətirli bənövşə bitkisidir. Əslində yaz qışdan çıxdıqdan sonra bizi qarşılayan çox gözəl bitkiləri var və bu yazın da bir müjdəsidir. Ətirli bənövşə bitkisi həmçinin də yaz allergiyası əleyhinə ən yaxşı bitkilərdən hesab olunur. Bənövşə bitkisinin çiçəyindən yağ alınır. Məsələn, əvvəllər ətirli bənövşə bitkisinin yağından 2 damcı südə qarışdırıb uşaqlara verirdilər və rahat yatmağı təmin edirdi. Həmçinin bənövşə göz kürəklərdə, tutma şəkilli, allergik bronxitlərdə ən yaxşı dəmləmə şəklində istifadə olunan bitkilər qrupuna aiddir. Yarpağından istifadə olunur, qurudulur və quruduldukdan sonra 2 xörək qaşığı götürülür, təxminən 20 qram qədər götürürsünüz. 400 ml qaynar suda yarım saat dəmləyirsiniz. Gecədən qoya bilərsiniz dəmə və qaldıqdan sonra səhər və günorta yeməkdən 20 dəqiqə öncə daxilə qəbul edə bilərsiniz. Antibakteriyal, antiseptik təsir xüsusiyyətlərinə malikdir ki, insanlarda bəzən allergik faringit də olsa, qıcıqlı öskürəklər də olsa, onu aradan götürə bilir. Yaxşı ki, Azərbaycan təbiətində belə bir faydalı bitkilər var. Siz də istifadə edin və sağlam qalın.